Mən Baku Dizayn Akademiyasının qurucusu Aysel Gülməmmədova. Kompüter gətirmişlər, ikinci əl işlənmiş, düymələrinin biri yox. Mən düşünürdüm ki, mən investisiya gözləyirlər ki, London School of Commerce-dən məzun olduq, gəldik. Qadın sahibkar, artıq fikirlər formalaşır. Arxasında adam var. Bütün güclü qadınlar feministdirmi, subaydırmı? Özüm öz şirkətimdən əmək plan məbləğdən çox ala bilmərəm. Xətti keçmiş kimi olacağam. Təvəzzökarlıq bir yerə qədər. Bunu kimsə desin də mən özüm də aşa bilmirəm. Beş təvəzzökar oldum bəsdir. Bu yayımı 24/7-nin və İkona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam Protax izləyiciləri. Bugün qonağımız sahibkar Aysel Gülməmmədovadır. Salam Aysel xanım, xoş gəldiniz. Salam, hər vaxtınız xeyir. Aysel xanım, bir balaca özünüzü təqdim eləyin. İlk öncə sizi tanıyaq. Çox sağ olun. Belə sahibkar dedikdə bir 60 yaş gözümdə canlanır amma gənc sahibkar. O izləyicilərdə o bir şey gələ bilər, həmişə CEO və sahibkar, amma bəli, təəssüf ki, yəni indiki zamanda, təəssüf ki, nə yaxşı ki, indiki zamanda gənclər də sahibkar ola bilər. Mən Baku Dizayn Akademiyasının təsisçisi, qurucusu Aysel Gülməmmədova. Aysel xanım, Baku Dizayn Akademiyasını yəqin ki, çox insan tanıyır, amma tanımayanlar üçün bir balaca tanıtım etməli olsaz, nə deyərdiniz? Bakı Dizayn Akademiyası təhsil mərkəzidir, aparıcı təhsil mərkəzlərindən biridir artıq Azərbaycanda. Həm dizayn, həm biznes ixtisasları üzrə peşə təhsili verir. İki əsas fərqinə görə məncə bəzən bəli biz düşünürük ki, artıq demək olar bütün ölkə tanıyır, amma bəzən görürük heç tanımayanlar var. Ona görə məncə həmişə təqdimat lazımdır. Beynəlxalq təlim və sertifikasiyalar üzrə, ümumiyyətlə beynəlxalq təlim və sertifikasiyaları ölkəyə gətirən qurumdur. Həmişə biz əlçatmaz idi bu. Ya hansı ölkəyə gedib beynəlxalq sertifikasiya verirdik, ya da onlayn imkanı verənlərdən imtahan verə bilirdik. Amma Microsoft, Adobe, Autodesk, Meta, Unity, PMI, PMP və s. bu kimi bütün demək olar ki, IELTS və TOEFL-dan başqa bütün beynəlxalq sertifikasiyalar üzrə Bakı Dizayn Akademiyası gətiribdi ölkəyə Certport şirkətini, Certport Azərbaycan layihəsi ilə. Həm artıq belə deyək, peşəkarlar, artıq işləyənlər promotion üçün beynəlxalq sertifikasiyalar verə bilər Bakı Dizayn Akademiyasında. Həm də sıfırdan peşə öyrənmək istəyənlər müraciət edir. Əlaymış ki. Bu akademiyanın qurucusu sizsiniz. Bəli. Onda biz başlayaq. Siz ilk öncə necə başladınız, necə ağlınıza gəldi, ilk çətinlikləriniz və ilk addımlarınız, bunlar haqqında danışaq. Bu mövzu həqiqətən çox sual verilir mənə ki, necə başlamışdınız və s. Mən bilmirəm bunun məsələn arxasında hər kəsin gözlədiyi bir hekayə var, yoxsa sadə əslində çox bəlkə də bəsit bir hekayəsi var. Amma hər bir halda biz ümumiyyətlə başlayanda həqiqətən də çox həm maddi olaraq sıfırdan başlamışıq. Dəstəyiniz yox idi? Sıfır, heç bir dəstək. Amma bu sıfır dəstəyi olmadığını başa düşdüyümüz üçün müəyyən belə deyək, hintlər istifadə edirdik. Müəyyən yollar, indi onlardan danışaram. Düzdür, mən çalışmışam başqa şirkətlərdə də uzun illər marketinq mütəxəssisi kimi, satış mütəxəssisi kimi. Amma yəni o təcrübə bəs etmirdi də. Bir 6-7 il var idi təcrübə, amma mən onu junior və middle təcrübə adlandıraram. Həm sıfır təcrübə ilə, həm sıfır əlaqələrlə networking çox önəmlidir bu işdə. Ona görə mən əslində bəli, uğurlu hesab eləyərəm. Bu sıfırları nəzərə alsaq, uğurlu hesab edərəm. Çünki bu 2 ilə 3 ilə artıq aparıcı təhsil müəssisəsi kimi tanınırdı. Amma bu gün 7 ildir fəaliyyətdəyik, 7 ildir artıq. Büdcə sıfır, tanışlıq sıfır, tamamilə öz başınızdan qurdunuz bu akademiyanı. Yes. Bilmirəm bu gün o keçərli olacaq yoxsa yox. Yəni bu yaxşı tövsiyə kimi olar bu günün reallıqları ilə yoxsa yox. Amma biz başa düşürdük ki, sıfırıq, düzdür. Pul yoxdur. Amma siz icarə ödəməlisiniz, əmək haqqı ödəməlisiniz, sayt yığmaq üçün nəsə ödəməlisiniz, saytınız olmalıdır, loqonuz olmalı və s. Bunu əmək barteri ilə başladıq. Yəni ikinci bir şirkət açdıq, Brandify şirkəti idi həmin vaxt. Brandify dizayn və marketinq SMM xidmətləri göstərirdi. Mən o işi sevmirdim, amma bu iş 1-2 il bizə lazım idi ki, Baku Dizayn Akademiyasının xərclərini qarşılasın. Yəni biz yerləşirdik, bir coworking var idi, təzə başlamışdı, Start Coworking. Orada Arzu xanım izləyirsə, salamlar Arzu xanım. Arzu xanım orada belə deyək, mütəxəssis idi, ora nəzarət edirdi. Biz Arzu xanıma yaxınlaşdıq ki, biz sizin sosial media, məsələn, baxın, biz Arzu xanıma göstərir ki, burada 7-8 nəfər boş masa var, Start Coworkingdə. Və bu coworkingdə 7-8 nəfər masa, biri 150 manatdır, oranı siz əgər doldura bilsəz, bu qədər qazanc əldə edə bilərsiniz. Sadəcə 450 manat biz aylıq ödəniş edərək, istəsəz, biz o SMM xidmətini sizə görək. Nə təsadüfdür ki, bizdə də elə icarə ödənişi 450-dir. Bəlkə heç kimə ödəniş eləməsin biz.
Bəlkə Barter. barter heç adını bilmirdim mən, barter deyə bir şey var. Bəlkə biz barter eləyək. Təbii ki, bu zaman Arzu xanıma da siz portfolio təqdim eləməlisiniz, düzdürmü? Arzu xanım, siz kimsiz, hardasınız, necə sizlə razılaşsın o boyda coworking mərkəzində? Arzu xanım dedi ki, super fikirdir, əla, nə gözəl təklif, amma yəqin ki, portfolionuz var. Biz əməkdaşla belə baxışırıq, heç nə yox. Əməkdaş da internlər idi, açığı. Hamısı da qohumlar. İndi nə normal intern idi, yəni əmioğlu və s. belə qohumlar yığmışdıq ora. Çünki ödəniş yox idi. Mən indi ora gələcəm, Arzu xanımla danışaq. Dedik ki, nə təsadüf, bizdə də 450 manatdır. 3 masanı bəlkə heç kim ödəniş eləməsin. Arzu xanım dedi ki, onda portfolyonuzu göndərin. Portfolyo üçün də sıfırdır axı, o da sıfırdır. Getdik, çox məşhur şirkətlərin üçün ödənişsiz özümüz bir həftə, məsələn, Embavud üçün, məsələn, harası üçün, hansısa mebel şirkəti üçün özümüz öz əziyyətimizdən birdən sosial media postları, loqolar və s. hazırladıq. Ödənişsiz. Sadəcə portfolyo üçün. Yəni həm şirkətlərin xəbəri də yoxdur. Hətta. Yox. Sadəcə belə bir işlərimiz var. Nə yalan deyil, nə doğru deyil. Yəni var da işləmişik həqiqətən. Yəni portfolyonu göstərdik ki, bu bizim işlərimiz. Yəni əməyimizdirmi? Bəli. Özümüz işləmişikmi? Bəli. Sadəcə satış edilməyib. Elə bir ki, o şirkət göstərməmişdi. Amma eləsəydik belə eləyərdik. Bəli. Amma o sual bizə verilmir axı. Həqiqətən müştərinizdir. O sual verilmir və məncə heç bu çox da önəmli deyil. Önəmli də deyil. Yəni işimiz əsas odur ki, yalançı deyilik də, özümüz öz işimizi görmüşük. Yəni. Arzu xanım da baxdı, bəyəndi, təqdir elədi, superdi, reklam çəkilişləri o bu və biz razılaşdıq. İcara xərcini bu formada bağladıq. Qəşəng. Keçdi əmək haqqı xərclərini. Əmək haqqı xərclərini də barterlə necə? Məsələn, 3 nəfər çox həvəsli əməkdaş işə götürdü. Mən onlara sözüm verdim ki, mən sizə bu şeyləri öyrədəcəm. Siz təsəvvür ki, kursa gəlirsiniz. Dizayn, Photoshop, Illustrator, InDesign öyrədirəm özüm iş görə praktika ilə. Filan şey öyrədirəm və sonunda nə bilim sertifikat verirəm. 3 ay ərzində siz sadəcə part-time ödənişsiz işləyirsiniz. Yəni hər şey əslində çox belə başlayıb, bəsit formada. İnsanlar gözləyir ki, bunun arxasında çox qəşəng bir hekayə olsun, amma belə bir hekayəsi var. Yəni gözləyirlər ki, məsələn, hansısa bir London School of Commerce-dən məzun olduq, gəldik. Burada 1 milyondan investisiyadan ilk il belə bir hekayəsi yoxdur açığı. Sadə normal, sadə. Özümüzdən bir hekayə. Halkın içindən. Halkın içindən bir hekayə. Əmək haqqını o formada həll elədik, amma yaxşı xüsusiyyət, mən gərək onu deyim, həqiqətən haqqım verirdik. Əgər mən söz vermişəmsə ki, sizə bu sosial medianı eləyəcək, onun 10 qat daha artığını keyfiyyətli formada eləyirik ki, çünki bu başa düşürdük ki, bu bizim həm də sabahımızdır. İlk işlərdən yaxşı referans gəlməsə, sabah yoxsuz, yəni. Bir söz vermişiksə 5 iş görürdük. Misal üçün heç reklam çarxlarının sözünü danışmamışdıq sosial media coworking üçün, amma reklam çarxları da eləyirdik özümüzdən. Həm öyrənirdik açığı, həm görək necə eləyirik. İşlərimiz də mən deyərdim çox yaxşı idi. Yəni baxanda o işlərə indi belə baxsaz elə bilərsiniz arxasında böyük bir komanda var, amma o qədər həvəsli idik ki, onu o formada təqdim etdik. 3 nəfər idiniz. 3 nəfər intern var idi, mən var idim. Sonra keçdik sayt məsələsinə. Müşfiq soyadı yadımdan çıxıb, Müşfiq Manaflı, ona da salamlar əgər izləyirsə. 7 il əvvəldən danışıram mən bu arada. Biz baxdıq ki, sayt çox yaxşı bir sayt olmalıdır. Yəni həm mükəmməliyyətçi, həm də qəbul eləmirik ki, resursumuz sıfırdır. Baxdıq ki, çox yaxşı, iddialı bir sayt istəyirik və mənim öz sahəm olduğu üçün həm dizayn, marketinq, hər şeyin necə gözəl olması gərəkdiyini bilirdik. Getdik, yaxşı bir şirkət tapdıq. Müşfiq bəy var idi o vaxt onun şirkətindən. Müşfiq bəy dedi ki, məsələn, atıram qiyməti 3000 manat, tutaq ki, 2000 manat ödəməli şey, o da yoxdur. Ona görə biz baxdıq ki, bəs Müşfiq bəy sizə SMM işlər lazımdır. Siz yolunu tapmışdınız, hə? Bəlkə sizə 6 ay, 1 il SMM işi görək, siz bizə sayt edəsiniz, barter. Dedi ki, bəs yaxşı, outcome-ları nə olacaq bizə? SMM görəcəksiniz bizim üçün, müştərilər həqiqətənmi gələcək və s. Onun da sözünü verdiksə, nə söz vermişiksə arxasında tam şəkildə haqqını vermişik sonra və bizlə mənə elə gəlir ki, açığı nə qədər də mükəmməliyyətçi yanaşsaq da, mənə elə gəlir ki, indiyə kimi kim toxunub işləyibsə bizdən məncə hamısı razıdır. Yəni o barədə məncə söz ola bilməz. Amma başlanğıcda əlbəttə ki, az təcrübə ilə böyük işlər götürmüşük.
Biraz da Aysə xanım sizin təhsiliniz haqqında danışmaq istəyirəm. Bir balaca özünüz də toxundunuz o məsələyə, mənə də maraqlı gəldi ki, bəs siz özünüz bunları öyrədirsiniz. Siz özünüz hardan öyrənmisiniz, necə Mənim öyrənmisiniz? ilk təhsilim Bakı Dövlət Universiteti tibbi biologiya, yəni məhkəmə ekspertiza və sair bu məsələlər. İndi tibbi biologiya yoxdur. İndi ya həkim olursan, ya biologiya müəllimliyi, amma o vaxt tibbi biologiya var idi. Birinci ixtisasım, ikinci ixtisasım UNEC-də biznesin idarə edilməsi, Master of Business Administration, qiymətli kağızlar üzrə. Üçüncü isə Erasmus Plus, Erasmus Mundus proqramı var idi. İndi bilmirəm var yoxsa yox. Macarstanda 3 aylıq, Debrecəndə 2 ay, 3 aylıq bir proqram var idi. Bu təhsilim budur. Qəşəng. Yəni digər şeylər saymırıq da biz əsas təhsil bakalavr, magistrdırsa budur. Təbii ki, yəni yüzlərlə, minlərlə koç seansları, mentorshiplər, leadership təlimləri və s. bunlar həmişə olmalıdır. Sizin elə bir ki, magistr təhsiliniz ixtisasınıza daha uyğundur elə? Müəyyən qədər, hə. Əslində heç bir uyğunluq görə bilmirəm, amma biznesin idarə edilməsi tibbi biologiyadan biraz daha yaxındır. Ona nəzərən mən çox uyğunam. Bəs necə təhsil aldığınız üzrə irəliləmədiniz? Heç mi sizə uyğun deyildi? Mən baxdım açıq ona. Ümumiyyətlə bəli, mənə uyğun deyildi. Biologiya maraq məncə hamıda var. Yəni genetika, biologiya, təkamül mən çox maraqlıdır. Hobbi olaraq. Reallığı qəbul etməliyik də. Biz hansı ölkədə yaşayırıq? Azərbaycanda. Burada kim daha çox pul qazanır? Tibbi bioloqlarmı? Yox. Mən araşdırmışdım bakalavrın 3-cü kursundan. Artıq belə xalq dili ilə desək canımıza üşütmə düşmüşdü ki, biz bu necə yaşayacağıq 200 manat. Mən araşdırmışdım ki, bu part-time işə götürürlər, məhkəmə ekspertiza və 200 manat əmək haqqı verirlər. Amma biz bunu 200 manata nə edəcəyik, ay ərzində necə keçinəcəyik və s. Yəni başa düşmüşdüm ki, deyə səhv ixtisasdır. Ümumiyyətlə mənim öz seçimim olmayıb, təbii ki, mən də hamı kimi ailənin hamımız kimi bəli, ailənin seçimi ilə tibbi biologiya seçmişdim. Bəs Aysə xanım, mən elə gəlir ki, izləyicilərimizə də maraqlı oldu. Mənim özümə də çox maraqlı gəldi ki, sizdə necə oldu ki, ilk uğurunuzu qazandınız, artıq barterdən çıxdınız və qazanc əldə etməyə başladınız? O belə şey, bazar temalarından nə vaxt çıxdıq? Ümumiyyətlə biz həqiqətən yadımıza düşəndə gülməli gəlir çox ki, elə bilirdik ki, investisiya eləmişik də. Yəni ilk investisiya bir kompüter. Ümumiyyətlə artıq internlərdən çıxıb əməkdaşlara keçdiyimiz vaxt biz başa düşdük ki, wow, necə xərcli bir şey, kostlar gəldi. Kompüterlər lazımdır. Özü dizayn kompüteri, yəni biri 3000, 4000, 5000 manatdır. Gördük yox. Artıq real, hələ bizim üçün o vaxt üçün reallıq idi bu qarşılaşdığımız. Həmin vaxt yadımdadır ki, bir dostumdan xahiş eləmişdim, bir regional bir Şəmkirdən bir kompüter gətirmişlər. İkinci əl işlənmiş, düymələrinin biri yox idi, amma parametrləri uyğun idi. Mən düşünürdüm ki, mən investisiya budur yəqin investisiya. Ümumiyyətlə yəni də sıfır sözün əsl mənasında bilik olaraq da, təcrübə olaraq, anlayış olaraq, vizyon olaraq bilmirəm. Çünki biraz uzağı məncə görürdük ki, gəlib o yerə çatmışıq. Hər mənada sıfırdan. Ona görə yadımıza düşəndə belə çox, elə bilirik üstündən bir 30 il keçib də, yəni çox uzun bir sancılı bir period olmuşdu. Kompüterlər alındı artıq və s. çox problemlər oldu. Ümumiyyətlə pandemiya dövrü, müharibə dövrü, ona hazırlıqsız olmamız, oradan hamısında amma 1-2 ağıllı fikirlə vəziyyətdən çıxmışıq. Bax belə fikir ürətmişik. Çox çalışqan və çox həvəsli komandamız var idi, özüm də daxil. Bu gün amma, yəni həqiqətən də 7 il keçibdi, amma artıq 2 il keçəndə belə ölkədə tanınırdı. Bakı Dizayn Akademiyası dedikdə. Niyə görə? Çünki bir, işimizin haqqını verməyə çox çalışırdıq. Qazancı sonra yatırım, ancaq yatırım. Mən özüm ümumiyyətlə səhv eləmirəmsə 5 il ərzində, yəni 2023-dən sonra dividend götürməyə ümumiyyətlə başlamışam. Həmin vaxta qədər mən əmək haqqı özüm öz şirkətimdən əmək haqqı prinsipial olaraq filan məbləğdən çox ala bilmərəm. Çünki özümə hədəf qoymuşdum ki, məsəl üçün şirkət bu hala çatana qədər dividend götürməməliyəm. Mənə işləmir. Şirkət azda öz-özünə işləməlidir. Öz-özünü investisiya eləyəcək qərarını vermişiksə, belə. Aysə xanım, siz uğurun sirrini nədə görürsünüz? Öz uğurunuzun sirrini nədə görürsünüz? Gərək necə deyim sizə, sabit fikirli və ya özümə odaqlı cavab verməyim buna. Mənə odaqlı cavab versəm, mənim üçün mübarizə aparmaq idi. Amma hamının belə deyə hekayəsi belə olmaya bilər də. Elə insan üçün başqa şey, səbəblər başqa şey ola bilər. Mənim üçün heç bir ümid, potensial, yaxşı bir şeylər görmədiyin halda belə hər gün səhər tezdən durub gecəyə qədər, demək olar yatmaq 2-3 saat və s. yəni axşama qədər ofisdə, coworkingdə dayanmadan işləmək, dayanmadan
əzmlə, zəhmətlə eyni işləri görmək, pes etməmək, inanmaq, axıra qədər getmək, uduzanda pis olmamaq, bir də başlamamaq. Mənim üçün qısa desəm mübarizə. Nə şansda, nə ağıllı olmaqda, nə çox çalışqan olmaqda, sadəcə mübarizə aparmaqda. Heç bir ümid olmasa belə. Amma başqası üçün bunun cavabı başqa ola bilər deyə yanlış yönləndirmə də eləmək istəmirəm. Sadəcə mənim bəxtsiz olduğum çox tema olubdu. Ümumiyyətlə şanslı hesab edirəm özümü, çox şanslı. Amma bu iş məsələlərində bunu hardan gəlib hara çatmaq mövzusunda inanılmaz problemlər, çətinliklər, sınaqlar çox olub. Mən də bir an düşündüm ki, əslində şanslı olmusunuz, şansınız gətirib, amma sonra da dedim ki, bəlkə də uğurunun sirrini bunda görmür. Yəni həmişə də şansı gətirmiş olmaya bilər. Elə biz onlardan başlayaq ki, çətinlik çəkdiyiniz məqamlardan danışaq, sınaqlarınızdan biraz danışaq. Açığı təzə başlayanda kiçik şirkət idi. Sancı sadəcə nə idi? Həm özünüzü inşa etməlisiniz. 25, 24, 23 yaşımız var da. Həm şirkəti. Və mən uzun bir müddət gizlətmişəm ki, mən qurucuyam, founderam, nəyəm. Çünki özümə yaraşdırmırdım ki, mən uşağam, hələm mən təcrübəsizəm. TEDx-ə çağırmışdılar 24 yaşında mı? TEDx Sumqayıt idi, nəsə belə bir şey idi. Mən utanırdım ora getməyə ki, mən hələ türklər demiş, etim nə, budum nə, çıxıb nə deyim, bəlkə heç bir üçülə batacaq şirkət. Mənim üçün şirkətin stabil olması 5 il deməkdir. Mənə kimsə CEO, nə, qurucu və bir deyəndə el utanırdım ki, yox, siz Allah, o sözü hələ mən indi başlayıram, görüm, çatdırım. Yəni, heç olmasa bir rəqəmə çatsın, rəqəm deməyə qorxuram, bir rəqəmə çatsın, ondan sonra biz sahibkarlıq deyə bilərik. Bu sözün arxasında dayanmaq lazımdır. Çıxıb deyərəm, sabah gedib işə düzələrəm hansı əmək haqqını biabr olduq. Ona görə onu həmişə uzatmışam. Bizim öz tələbələrimiz belə 2022-ci, 21-ci illərdə məni orada görəndə düşünürdülər ki, mən ya SMM-əm orada. Çünki çox paylaşırdım, yəqin ki, bezdirmişdim cəmaatı Instagram. Ya SMM-əm, ya nə bilim, orada hər hansısa bir HR-am. Məsələn, müəllimlər elə bilirmiş ki, HR-am. İşə götürdüyüm söhbətləri mən eləyirdim deyə. Özümü təqdim etmək yəqin ki, unutmuşam. Etik, miting, yəni nələrdən keçmişik də bilmirəm, hansı bilgisizlikdə olmuşuqsa. Amma başlayanda sancı buydu, konkret desək. Həm özünü, həm komandanı, həm şirkəti eyni vaxtda inşa etmək. Bunun birini eləmək zaten mümkünsüz, çətin, çox əziyyətli işdir. Sonrakı indiki etapların amma sancısı fərqlidir. Yəni daha biraz böyüdükdən sonra sizi artıq hər kəs tanıyır. Ölkədə mən müəyyən mövzulara görə birinci yerdə, müəyyən mövzulara görə ikinci, amma top 3-dəsiz həmişə, yəqin ki, top 2-dəsiz məncə, öz sahəmizə görə. Mütləq ki, bu sahədə maraqlananlar 100% bizi tanıyır və əksəriyyəti mən çox xoşbəxtəm ki, şükür ki, əksəriyyəti razıdır. Yaxşı fikirdədirlər. Bəli, yaxşı fikirdədirlər. Onu hardan bilirik? Rəqəmlərdən, yəni kim hardan gəlib, köhnə tələbələr yönləndirirsə 92%-ni və hər ayda bunu update eləyirik. Çünki birdən nəsə olar, görmərik, bilmərik, narazılıq və s. o bizə qar topu kimi böyüyüb bir il sonra partlaya bilər. Ona görə hər ay sorğular, update, informasiya, hamı da hər şeyi bilir. Yəni bütün komanda, bütün tələbələrin razılıq, narazılıqları haqqında fikrə sahibdir. Bir məqamı qeyd etdiniz ki, mənim üçün biznes 5 il davam edirsə, mən artıq özümə sahibkar deyə bilərəm. 5 il davam edirsə və rəqəm var da, məsələn, o rəqəmə çatıbsa, yoxsa yalandan işləyiriksə, pul qazanmırıqsa, o da sağ. 5 ildə artıq siz düşünürsüz ki, qazanc da əldə etməlisiniz, müəyyən bir rəqəmə də çatmalısınız, yavaş-yavaş artmalısınız və onda artıq özünüzə sahibkar deyə bilirsiniz rahatlıqla. Bəli. Ən azından bunu dilinə gətirməyə utanmaya bilirəm artıq ki, məsələn, indi 7 ildir. Amma 5 ildən sonra artıq özümə accept elədim ki, utanmaya bilərsən. Məsəl üçün, əvvəllər görünüşcə, indi də bəlkə də mənim hal-hazırda 32 yaşım var. Amma 25-26 kimi də hallandıra bilirlər. O elə görünürsə, özümüzə sahibkar deyəndə nəsə qulağa yaxşı gəlmir. Artıq gənc sahibkarlar da var. Qadın var, sahibkar. 2x-a gedir o da. Yəni hər şey 2x-a gedir artıq. Sahibkarlıq da yaşı tezləşir və s. Yəni onlar bəli, amma təvazökar olmaq lazımdır düşünürdüm bu məsələdə. Siz həqiqətən marketdə, bazarda, əmək bazarında çox savadlı, çox bacarıqlı, çox kültürlü, vizyonlu sahibkarlar var deyə, yəni onların yanında siz sahibkar olun deyəndə biraz utanmaq lazımdır məncə. Gənc sahibkarla yanaşı qadın sahibkar da özünlə birlikdə ön yarğılar yaradır. Qadın sahibkar, artıq fikirlər formalaşır.
Üstəlik gəncdir, üstəlik bacarıqlıdır, şanslı da deyirlər və daha başqa yəqin ki, fikirlər də səslənir, eşitmisiniz yəqin ki. Siz bunların hansılarına rastlaşmısınız? 2023-ə qədər mən bunlarla özüm şəxs olaraq bəlkə də rastlaşmışamsa da başa düşməmişəm. Jeton düşməyib, gec düşüb və s. Çünki o qədər zanit idik, işin içində idik. Çölə çıxmağa vaxtımız yox idi ki, görək bizim haqqımızda kimsə nəsə danışırmı. 2023-dən sonra amma bu mövzular gündəmə gəlməyə başladı. Çünki artıq da görünür oldunuz, uğurlarınız oldusa, zaten mənə görə bu çox normaldır. Xanımları demirəm, ümumiyyətlə deyirəm ki, bir nəfər misal göstərə bilərsiniz mənə ki, o çox uğurludur və onun haqqında danışmırlar. Yox, elə bir də yoxdur belə bir insan. O artdıqca hətta artır. Nə qədər çox uğurlusansa, o qədər çox artır. Amma razıyam ki, PR strategiyası, şəxsi brendinq və s. də qurulsa yaxşı olar. Amma özümüzü ona görə qınamıram. Çünki ilk 3 ildə, 4 ildə bizim başımızı qaldırmağa vaxtımız olmayıb ki, bir də hələ şəxsi brendinq. Şəxsi brendinqlə həm də ona görə məşğul olmamışam öz adıma ki, vaxtı ikən dediyim kimi bir çataq 5 ilə tamamlayaq, ondan sonra ayıbdır birdən qayıdarıq zəif olaraq. 100 min nəfər sizi tanıyırsa, uğursuzluğunuzu da 100 min nəfər görəcək. Mən həmin vaxt başa düşürdüm ki, mən kooperativ struktur, subordinasiya, menecment və bunlar mövzusunda öyrənəcəyim çox şey var. İndiki halımla mən yaddaşlarda qalmayım, öyrənim, müəyyən qədər heç olmasa bir simulyasiya eləyə bilim, daha sonra çıxarıq. Biraz gecikmə olar deyə düşünürsünüz şəxsi brendinq üçün? Mənim adıma bəli, mən bilmirdim, bilgisiz başlamışdım. Kimsə özünə hər mənada güvənirsə ki, mən hər şeyi bilirəm, investoru var, əziyyət. Məsələn, mən ona görə yox idi ki, investor olsaydı, o 3 il, 5 ilə əziyyət çəkdiyinizi 1 ilə qutarardınız. Necə? Yəni yaxşı mütəxəssislər gətirərdiniz, siz işləməzdiniz, onlar çox yaxşı aparardı işi, siz də şəxsi brendinqinizə məşğul olardınız. Mənim кейsimdə gec başlamaq daha məntiqli idi. Bəs qarşılaşdığınız çətinliklər? Sizə qarşı olan mövzuda səmimi olmaq istəyirəm bu mövzuda. O bir mövzularda yox. Bütün mövzularda səmimi olmağa çalışıram. Həqiqətən də Azərbaycanda da başqa ölkələrdə biraz var, amma daha soft. Azərbaycanda qəddarcasına, misal üçün kimlənsə oturub hansısa kafedə söhbət edərsiniz və qarşınızdakı adamın statusu varsa əgər və ya dostunuzdur və ya istənilən şey ola bilər də. İndi mən öz adıma danışmayım, X bir adamın adına danışmayım, bir arkadaşımın. Deyək ki, münasibəti var və ya dostu var və ya tanışlığı var və ya hansısa network, kimlənsə oturursa ümumiyyətlə hansısa söhbət eləyirsə, o qutardı. Onu bir nəfər gördüsə, bu payçıdır, bu şirkətin nəmiyəsində bu var, arxasında bu var, qarşısında bu var. Yəni xanımlar haqqında hamı ona belə şiddətlə inanmaq istəyir ki, nə yaxşı öz eləməyibmiş. Yəni arxasında adam var. Bu nədir? Bu yanaşma nədir? Mən bunlara əvvəl qulaq asmırdım. Amma bir ara çoxaldı. Məsələn, bütün tanıdığım xanımlar haqqında düzdür, sıfırdan və həqiqətən sıfırdan sahibkarlıq fəaliyyətinə məşğul olub və yaxşı bir nöqtəyə gəlib çatmış xanımların sayı çox azdır, onu qəbul edirəm. Amma fərqi yoxdur, işində də uğurlu olan menecerdir, çox yaxşı menecerdir. İşində də uğurlu olan xanımlar haqqında həmişə inanmaq istəyirik ki, yox, nəsə var orada. O, mən bilirəmsə. Hamı da əli ilə qoymuş kimi danışır ki, budur. Elə şey olmaz. Gözü ilə görüb yanlarından. Belə mövzular bir ara motivasiyadan salırdı, həvəsdən salırdı. Yəni, dişinizlə, dırnağınızla iş görürsünüz, gəlib kimsə adına çıxarır. İstəyirsiniz axı dəyərləndirilmək istəyirsiniz. Bunu kimsə görsün. Yəni Azərbaycanda belə bir nümunə var da, təvəzzökarlıq bir yerə qədər. Bunu kimsə desin də, mən özüm də aşa bilmirəm. 5 il təvəzzökar oldum bəsdir. Eynən. 5 il olduq bəsdir. Bir dəfə olarmı bunu kimsə dəyərləndirilməyə ac olduğumuz vaxt kimsə də gəlib deyirsə ki, nəsə, onda bəli qırılırsınız əlbəttə. İndi xanım o bəlkə də emosionallığımıza salmışıq, hansısa bir rasional düşünsə heç bunu vecimizə də almamalıydıq. İndi fərqi yoxdur mənim üçün. Amma indiki bugün üçün soruşursunuzsa, bugün üçün problem networking hissəsindədir. Xanım sahibkar sözünü mən deyəndə qəribə olurum, qurucu, təsisçi deyək də, xanım şirkət sahibləri az olduğuna görə kişilər də öyrəşməyib onlarla iş görməyə və iş görəndə narahat olurlar. Onlar adına da narahat oluram. Yəni deyək ki, ciddi bir qurumun təmsilçisidir. Dövlət müəssisələri, nələr. Sizlə görüşür,
Və hiss edirəm ki, o narahatdır. Yəni iş danışırıq da bu layihəni belə eləyə. Mən layihəyə fokus ola bilmirəm. Hiss edirəm ki, o adam narahatdır. Çünki qorxur ki, onun da adına söz çıxar ki, bu xanım olduğuna görə bununla işləyir, bəlkə nəsə. O öz pozisiyası üçün narahat olur. Mən özüm üçün pis oluram ki, niyə belə bir şey yaşayıram mən hal-hazırda. Danışaq da, məsələn, keçən bir şeydə də dedim onu görüşdə. Kişilərin çox rahat networkingləşdiyi ortam var. Futbola gedirlər, nələrə gedir. 2 ayrı bir qurum futbolda görüşdü, oldu dost, sabah iş görürlər. Şərik. Bəli. Şərik ola bilər, bir-birinə layihə təklif edə bilər. Mən onu eləyə bilmirəm, düzdür. Bir kofeyə dəvət eləyəndə və ya görüş eləyəndə də 2 dəfə, 5 dəfə düşünürlər ki, görürsən görüşək. Oğlanlar varsa oğlanlarla işləyək. Belə problem almaq istəmirlər başına. Hələ mən özümün tərəfimi qoymuşam kənara. Yəni qarşı tərəfi düşünərək danışıram hələ. Öz tərəfimə gəldikdə əlbəttə haqsızlıqdır. Sadəcə bilirsiniz bunu niyə çox danışmıram və ya çox o şey kimi görsənmək istəmirəm də. Alınmamağının səbəbini ona bağlayır. Yox, alınır, yaxşıdır, gedir. Amma çətinliklə gedir. Bunu bir dəfə göstərək ki, bax belə bir şey var ha. Davam eləyir. Ay cəmiyyət. Gördüyünüz bu kişi, bu qadın birlikdə iş görə bilərlər. Bəli. Yəni zülmlə belə deyə aparırıq, alındırırıq. Amma bunu rahat da apara bilərdik də. Belə bir ön yarğı niyə var? Doğrudan. Görürsən nə vaxt bitəcək ön yarğılar? Aysə xanım, iş dünyasında qarşılaşdığınız mühakimələrdən, ön yarğılardan danışdıq biraz da. İndi keçək biz şəxsi həyatınızda qarşılaşdığınız mühakimələrdən, ön yarğılardan danışaq. Yəqin ki, qadın sahibkar biraz belə insanlara soyuq, egoist, özündən razı gələ bilər. Yes. Əslində elə çox yaxşı məqama toxundunuz. Ön yarğı olaraq şəxsi həyatda ümumiyyətlə bilmirəm bunu bəlkə kənardan o qədər ki, işin içində olursunuz, şəxsi həyat ümumiyyətlə vaxt olanda şəxsi həyata bir çıxanda ki, görək özümüzlə bağlı hansı nələr var. Orada mən hiss eləyirəm ki, bəlkə də yanlış, bəlkə də doğru şey qəbul olunuruq biraz egoist, özündən razı, yaxşı ki onu dediniz, yoxsa öz tapdığım söz yaxşı olmayacaqdı. Özündən razı, biraz quru, ciddi, amma valla elə deyil. Sadəcə biz o qədər ki, məni bütün gün işin içində olan xanımlar başa düşər. İlk 5 il, indi bəlkə də elə deyil artıq. Bugün buradayımsa və sizə müsahibə verirəmsə, deməli artıq belə deyək, vaxtımız var artıq, özümüzə zaman ayırırıq, şəxsi brendinqə və s. Bu o deməkdir, tam səmimi. Şəxsi həyatda quru, ciddi, özündən razı düşünürlər. Valla elə deyil. Sadəcə gün ərzində o qədər işləyirik, belə problemlərin içində, stres, bu, onu həll elə, bunu həll elə. Qaş-qabaq öz sözüm deyir yəqin ki, orada qurulaşır, zəhimli. Yəni mən heç vaxt səsimi yüksəltdiyimi xatırlamıram, amma bilirəm ki, məsələn nəsə söz deyəndə o şey başa düşülür. Onlar bunu bir də təkrar etməyə deyirəm, amma başa düşürəm ki, bu nəsə ağır getdi. Bunu yumşaltmağın yollarını düşünürəm. Xanımlar xüsusən mən elə gəlir ki, mən bir 5 ilimi, 6 ilimi əməkdaşlar arasında da xanımlara üstünlük vermişəm, tərbiyyələr arasında. Məsələn, güzəştlər, osu busu, xanımlar mənim, belə deyək də, fokus nöqtəm olub ki, özüm də çox əziyyət çəkmişəm deyə, həmişə irəli gəlsin. Amma nəyə görəsə, açığı, şəxsi həyat dediniz, şəxsi həyat mən xanımlardan niyə danışıram, amma bu günümüzdə mən xanımlardan özümüzə qarşı, biraz uğurlu xanımlara qarşı ön yarğı daha çox hiss edirəm açıq və bu məni o qədər üzür. O qədər üzür. Hansısa bir tədbirdəyik, düzdür. Kimsə bizi tanış eləyir. Məsələn, X bir insan, 2 xanım bizi tanış eləyir. Sevinirəm ki, falan kəs necəsiz falan. Görürəm ki, üzü düşdü, narahat oldu. Məni tanımırsınız axı. Yəni deyim ki, nə ola bilər? Axı mən indi tanış oldum sizinlə. Niyə belə qaş-qabaq töküldü oradan? Salam. Okay. Və istəmir məndən danışsın, getsin. Mən bunu şəxsi qəbul edirəm, təəssüf ki, professional qəbul edə bilmirəm. Narahat oluram. Niyə belə? Və hansısa bir ortama girirsiniz, 10 nəfər xanım var, 7-sinin sizdən xoşu gəlməməyə başlayır. Bunu nəyə bağlayacağımı bilmirəm. Mən düşünürdüm quru, sərt, zəhimli, əzimli şey düşünməyimizə görə. Amma 2 cür insanlar var da, baxın. Bir, mən şəxsən həmişə elə olmuşam. Kimisə idol götürürəm, tutaq ki, Hüseyn Özər var məsələn, Londonda yaşayır, Türkdə, o mənim idolum idi çox uzun bir müddət. Sonra da getdi onunla daha tanış da olduq və s. Mən uğurlu insanların arxasınca qaçıram ki, onlarla bir cümlə desəydi mən eşidərdim və mən ondan hansısa bir vizyon ürətə bilərdim bəlkə. Elə bir insanlar da var ki, onların yanında olmaq istəmir. Onlar düşünür ki, qaçır, haqqında nəsə söz çıxardır.
paxıllıq edir. Paxıllıq. Və mən bunu təzə jeton təzə düşüb ki, bəlkə bu paxıllıqdır. Mən həmişə düşünürdüm ki, bəlkə mən egoist görsənirəm. Başlayırdım bütün gün gülməyə ki, yumşaq görsənim, mənə yaxınlaşsınlar xanımlarımız. Şəxsi həyatda mənim birinci acı çəkdiyim, istəmədiyim mövzu budur, sevmədiyim. Danışdığıma belə inana bilmirəm, çünki bu heç üzüldüyüm bir mövzudur bu. Tez-tez rastlaşıram amma. Kişilər tərəfdən isə açığı kişilər də məncə çəkinirlər. Güclü qadınlardan qorxurlar. Nə düşünürlər? Güclü qadın deyəndə nə nəzərdə tuturuq məsələn? Məsələn, öz başına sahibkar ola bilən, öz hesabına Elə kişilər də var. qura bilən. Amma qadın məsələn məndən çox üstdülər onların vizyonu və s. məndən çox xardadılar, onlar da çəkinirlər. Yəni belə bir şey mən belə müşahidə edirəm. Mən istəyirəm biraz şəxsi həyatla bağlı bir sual verim, amma inanın ki, mən bu sualı düşünürəm ki, izləyicilərimizə bu maraqlı gələcək. Ona görə bu sualları verirəm. Yəni birazca belə xətti keçmiş kimi olacağam, amma düşünürəm ki, bu onlara maraqlı gələcək. Aysə xanım, sizcə bütün güclü qadınlar feministdirmi, subaydırmı? Siz özünüz məncə subaysınız elə? Bəli. Elə ona görə soruşmaq istəyirdim. Sizcə bütün güclü qadınlar feministdir, subaydır? Ümumiyyətlə bu düşüncə düzgündürmü? İlk öncə feminist nədir? Aha. Çünki mən bu suala cavab verməmişdən əvvəl aydınlaşdırım ki, mənim üçün nədir? Feminist adlandırdığımız şey əslində o olmalıdır ki, bərabər hüquqlu, hüquq. Bəli. Amma o qədər fərqli yerlərə gəlib çatıb ki, o məsələlər. Kişi qadın eynidir, sən də bu işi gör, mən də bu işi görüm, bəs sənin hüququn və bu söhbətlər deyil feministlik. Eyni deyil, eyni hüquqludur. Bəli. Mən kişilərə qarşı aqressiyası olan feminist deyiləm. Amma təbii ki, qadın hüquqlarının da nəzərə alındığı bir cəmiyyətdə təbii ki, yaşamağa üstünlük verirəm. Ümumiyyətlə necə yaranır mənə görə? İki cür kişi var. Feministliyin yaranması elə bir ki, işıq nədir? Qaranlığın yoxluğu. Feministlik nədir? Kişinin təsirindən yaranır da. Bu öz-özlüyündən biz durduq. Biz bu gün feministlik demirik ki. Məsəl üçün iki cür kişi cinsi var. Ailədən söhbət gedir. Bu ata ola bilər, qardaş ola bilər. Yəni böyüdüyünüz, məruz qaldığınız iki cür kişi cinsi var. Bir, gücünü sizi qorumağa kənara xərcləyir. Sizin üçün nələrsə eləsin, ailəsinə yaxşı baxsın, sizə zərər vermək istəyənlərin qarşısında dursun və s. Kişi təbiətən güclü olmaq istəyir və gücünü göstərmək istəyir. Birinci növ kişilər bunu belə göstərir, kənara. İkinci növ kişilər bunu qadının üzərində sübut eləməyə çalışır. Qadının şiddətlə, qadını məhdudlaşdırmaqla, qadını əlindən təhsilini almaqla və s. Feministliklər bu ikinci kişilərin məruz qalanlardan yaranır. Normal olsaydı o niyə durduğu yerə feminist olsun ki? Və sonra biz feminist qadınlara deyirik ki, siz niyə belə deyək, pasiv deyək də, əzik kişilərlə bir yerdə ailə həyatı qurursunuz. Niyə elə bir seçim eləyirsiniz? Yəni alfa seçmirsiniz, dominant bir kişi seçmirsiniz. Axı biz bunu onlara elə bilirlər ki, onlara feministlərə elə deməklə, yəni biz doğrunu bilirik də, siz yanlış bilirsiniz. Ailədə kişi dominant olmalıdır və siz dominant seçməlisiniz. Mən də razıyam. Mən ənənəvi üsul ailənin modelinin əslində tərəfdarıyam. Bu şəxs üçün hərənin öz rəngi var. İndi onun açıqlamasını verərəm. Sadəcə belə deyək də, məsələn, keçən dəfə deyirdim, bizim qolumuz yaradısa, yara içindədir, qəza keçirmişik, işləmir, ət olub düzdür. Deyirik ki, niyə ayağından götürsən ki fincanı, qolunla götür də, yaradır da, ona görə götürə bilmir. Biz ona xoşdurmu ki, ayağı ilə götürsün, narahat fincan götürüb içsin. Qolu yara olduğu üçün feministlər də oradan yara alıb. Yəni feminist düşüncəsində olan xanımlar hansı ki, kişilərə qarşı aqressiya deyək, feminist deyəndə yanlış anlaşılır. Kişilərə qarşı aqressiyası olanların aqressiyası var da, bu buradan yara çəkib. O ona görə artıq seçimlərini, çıxışlarını, vəziyyətlərini ona görə qurur və haqlıdır. Amma biz də haqlıyıq, onlar da haqlıdır. Sadəcə elə bil ki, hərə öz mövqeyindən ancaq danışır, deyir ki, siz səhv edirsiniz. Yox, o da düz edir, sən də düz edirsən. Hərə öz həyatını elə də yaşasın. Bu reallıqdır da, uzun müddət xanımlarımız təzyiqlərə, şiddətlərə məruz qalıb. Reallıqdır da, bunu kim dana bilər ki? İndi sadəcə mən orada qalmağın tərəfdar deyiləm də, keçdikdə onu bu tərəfə gəldik. Bəli, haqlarımızı müdafiə eləyək, bəli, özlərimizə çalışaq. Amma mənim şəxsən vaxtım yoxdur ki, bunu müdafiə eləyim. Mən özlərimdə işləyim, elə qoyub bir nəticəyə çatım. Sonra başqalarına kömək eləyəcək vəziyyətə gəlim çatım da elə. Yəni ona görə mən hər hansı çıxışlar eləməmişəm bu günə qədər. Amma 30 yaşından sonra açığı bir dənə o düz söz imiş. 30 yaşında bir də update gəlir sizə. Həmişə bunu eşidirdik videolarda və s. Telefona gəlir, download olur da, iOS-da güncəlləmə gəlir, bəli.
30 yaşında belə bir gün səhər ayılırsınız da yavaş-yavaş baş vermir. Bir gün səhər ayılırsınız ki, evet. siz artıq fərqli düşüncədəsiniz. Mənə görə patriarxal belə deyək də, ailə modeli uğurludur mənə görə. Amma bu o demək deyil ki, qadın işləməməlidir, qadın əziyyət çəkməlidir, evdə oturum. Yox, mən bunu nəzərdə tutmuram. Sözümün arxasındakı məsələ odur ki, təbiətlərimizin işləməyinə icazə verək. Qadın təbiəti istəyir ki, sevir ki, onu daim müdafiə edən olsun, amma sən özünü yenə də özünü müdafiə edəcək gücdə ol. Sənə kim mane olur ki? İndi ortası da belə deyək, nə patriarxalla matriarxalın ortası. Sən yenə də öz ayağın üstə dur, yenə də özünü öz gücünə qal ayaqda, yenə də uğurlu ol, yenə də tək başına da xoşbəxt ol. Amma icazə də ver səni kimsə qorumaq istəsin, sənin üçün kimsə nəsə etmək istəsin. Bu da kişi təbiətidir. O da özünü elə etdikdə önəmli hiss edir. Bu ikisinin orta yoluna gəlmişik. Nə qadınlar ailədə başrol oynamalıdır demirəm, nə də kişilər başrol oynayıb oyun açmalıdır, əvvəlki illərdəki kimi demirəm. Bunun ortası hər kəsə xoşdur da, niyə orta ilə getmirik? Məsələn, məncə ilk öncə bir məsələyə aydınlıq gətirək ki, bayaq qeyd etdiyiniz kimi feministlərdən danışmırıq. Acıqlı, kişilərə qarşı acıqlı olan insanlardan danışdıq ki, yəni onlar bundan yaralanıblar deyə belədilər. Bunu qeyd etdik. İlk öncə bunu bir ayıraq məncə, çünki səhv başa düşüləcək. Bir də qeyd etdiniz ki, yəni istəyirsiniz ki, kişilər qadınları müdafiə eləsinlər, qorusunlar. Yəni elə bir insanlar da olsun. Məncə feministlər də, ümumiyyətlə feminizm də istəyir ki, bu qorunacaq bir şey olmasın. Bərabər hüquqlu, normal həyatda yaşayaq, heç kəsin qorunmağına ehtiyacı olmasın. Razısınızmı bu fikirlə? Mənə görə bu doğrudur ki, hər kəsin öz təbiətini yaşamasına icazə vermək lazımdır. Mən bu fikirlə razıyam. Misal üçün, pişiklər deyək, heyvanlar üzərindən misal göstərsək, məncə salamat olacaq. Pişiklər sığallanmağı, yeyib yatmağı sevir, düzdür. Biz onları itlər kimi bizi müdafiə elə, çıx, kim gəldi qapıdan eləsək, bu qəribə bir şey ortalığa çıxır. Düzdür? Və ya itlərə desək ki, sən hürürsən, otur, mən səni sığallayım, yat, ye, iç, yat. Qəribə bir şey alınır. Mən iddia edirəm ki, mənə görə doğru budur ki, 30 yaşından sonra 30 yaşına qədər mən qatı başqa fikirlərdəydim. Özümü müdafiəyə çox qalxmışdım. Hər kəsə öz təbiətini yaşamağa icazə verilsin. Ailədə də, cəmiyyətdə də. Amma bu təzədən üzr istəmə ifadəmə görə atdan düşüb eşəyə minməyə də yenə də qayıtmayaq qadınlar hüquqlarının tapdalandığı vaxtda. Mən onu qətiyyən demirəm. 100% yox. Biz nə əziyyətlərlə bayaqda mən danışdım, elə bir fərdin üzərindən siz təsəvvür eləyin ki, cəmiyyət bu əziyyəti çəkib. Hələ mən indi Bakıda böyümüşəm, doğulmuşam da. Bu regionlarda nə günlərdə, nə vəziyyət. Mənim ümumiyyətlə xəyalım həmişə olub ki, bir müddət sonra hələ ona var, amma mən tamamilə bu işlərlə məşğul olacağam. Heç vaxt onu dilləndirməmişəm, heç vaxt onu heç harda danışmamışam, amma uşaqlar da və qadınlar da mənim üçün əsas həssas mövzulardan biridir. Üçüncü isə heyvanlar. Yəni bu mövzularla bağlı təmənnasız hansısa işləri həmişə məncə hər kəsin rəyindən gəlir, nə vaxtsa görsün. Bunlarla söz yox. Sadəcə olaraq dediyim odur ki, əgər mədəni, kültürlü, vizyonlu və təbiətini bilən kişi və qadındırsa, bunlar öz yolunu onsuz da tapır. Yara almış insanlar, kişi qadınlar dominantlığından yaralıbsa, qadın da kişi dominantlığından yaralıbsa, bunları birləşdirmək fəlakətdir. Yəni bunlar birinci sağalmalıdır, olmalıdır, 30 yaş update gəlməlidir, belə. Yəni nifrət dolu danışıqlara mən də dəstəkləmirəm heç bir cinsin, nə kişilərin qadınları, nə qadınların kişiləri, amma qorunmaq fikrindən də razı deyiləm və bir də siz bayaq da qeyd etdiniz ki, axı mən daha rahat bu biznes məsələlərini həll edə bilərəm də. Siz niyə mənə qarşı ön yargılısınız ki, mən bir kişi ilə görüşdüm və s. Məncə feminizm də bu fikri dəstəkləyir ki, yəni bu qadın sahibkardır, bu kişi sahibkarla eyni cür yaranıb, eyni cür yaradıb bu işlərini. Bəli, 100%. Yəni qadınların onu heç kim danmayacaq ki, hal-hazırda biz çox əziyyət çəkirik müxtəlif mövzularda və elə sağ olsun əslində belə deyim, feministlərin hətta o kritik, iddialı çıxışları sayəsində indi müəyyən qədər geri çəkiliblər və müəyyən qədər biz rahatlaşmışıq da müəyyən işlərdə. Heç olmasa gündəmə gəlir bu mövzular. Mən sadəcə onlar da bizim xanımlar mövqeyindən çıxış edirəm ki, hər şeyin çoxu zərərdir də. Misal üçün, su qədər faydalı bir şey yoxdur, düzdür. Çox su içmək amma xəstəlik yaradır. Vitamin, A vitamini, hamıda çatışmamazlığı var, D vitamini, amma onların da çoxluğu xəstəlik yaradır, zərər gətirir. Hər şeyin çoxluğu zərərdir özümüz üçün. Mən sadəcə istəyərəm ki, hər kəs yəni xoşbəxt olsun da. O həyatımız o qədər mənim üçün ən qiymətli şey zamandır. İldir. Yəni neçə il yaşayacaq bilinmir də. 70 yaşında öləcəm, düzdür. Mən ona görə həmişə siyasətdən uzaq durmuşam. Nə bilim
davadalaşdan uzaq durmağa çalışmışam, mübahisələrdən. O qədər az vaxtım var ki, zaten bunun 10 ilini xərcləmişəm bir ayaq üstə durum özüm nəsə eləyim. Mən yaşamağa indi başlayıram da görüm çöldə nə var, nə yox, ümumiyyətlə insanlar nə edir, necə əylənirdik, yadımdan çıxıb. Yəni biraz da bu müharibələrə girim, yox. Amma belə də səslənmək istəmirəm də. Məsəl üçün elə müharibə söhbətlərindən götürək. Siyasətə girmədim dedim axı, indi girəcəm. Bu radikal sülh tərəfdarları məsələn müharibə olanda gəldilər ki, yox, qarşı tərəfdəkilər də insandır, Ermənistan tərəfdə onlar niyə ölürlər? Biz də şəhid veririk. Yeri gəlsə, yəni bizdən də rəhmətə gedənlər var və qarşı tərəfdən də var. Radikal sülh tərəfdarları gəldi dedi ki, bu olmasın, olmasın. Axı biz bunu zaten ala bilsəydik öz torpaqlarımızı sülh yolu ilə 30 ilə alardıq da. Ala bilmədik deyə məcburdur bu hadisə baş versin. Heç kim istəməz, amma məcburdur. Bir var biz başqasının torpaqlarına göz dikək, bir də var biz zaten özümüzünkünü bərpa eləməyə çalışırıq. Feministlərdə, yəni belə deyək, kişilərə aqressiyası olaraq mübarizə aparan xanımlarda məcburdur ki, öz hüquqlarını qorusunlar da. Yəni indiyə kimi azadlıqları əllərindən alınıb, şiddət görüb, təzyiq görüb və indi ola bilər ona görə biraz abartırıq ki, yaralı yer həmişə abartırdı. O psixoloqlar da bəlkə bunu daha yaxşı bilər. Onlar məcbur qalıblar deyir. Məcbur qalıblar mübarizə aparmağa, aqressivləşməyə məcbur qalıblar ki, hüquqlarını almaq üçün. Tərəfdarı deyiləm, amma çox gözəl başa düşürəm və faydası da müəyyən qədər var, zərəri də olsa da. Bayaq qeyd etdiniz ki, ənənəvi ailə modelinə üstünlük verirsiniz. Ənənəvi ailə modelində belə bir inanc, belə bir düşüncə var ki, hətta deyirlərdi ki, yəni qadın ümumiyyətlə işləməsin və s. Amma indi biraz da daha yumşalıb, indi belə bir hala gəliblər ki, kişi qadının daha çox maaş alsın, daha çox qazanc əldə etsin. Siz necə bu fikirlə razısınızmı? Yenə də onu düzəldim. Ənənəvi ailə modelinə üstünlük verirəm dedikdə, mən ənənəvi dedikdə başqa şey anlayıram. Hərə bir cür anlayır əslində, hə. Bəli. Bu kişi nə istədiyi ilə də olan ailə modeli də deyil. Nə də qadın dominant olan model də deyil. Sadəcə təbiətlərin rol oynadığı bir model. Hər kəs öz təbiətini oynayır. Qadın da işləyir, qadın da öz həyatına baxır, həmçinin də kişi də. Orta bir model. Ənənəvi müasir, bəli. Sualınız necə idi? Məvacib. Məvacib kişi mi? Daha çox məvacib almağı olduğu fikri ilə razısınızmı? Bilirsiniz necədir? Başa düşdünüz. Bilirsiniz necədir? Çünki düşünürlər ki, təbiətcə qadın daha zəif olmalıdır, daha zərif olmalıdır və bu hardasa məvacib məsələsində də təsir eləyir ki, çox qazanan, çox belə sahibkar məsəl üçün, sahibkar bir qadın dominant olur, yəni sözünü keçirir. Bu fikirlə necə razısınızmı? Qadın tərəfdən bu problem olmasa belə, zaman keçdikdən sonra bu kişi tərəf özü-özlüyündə bunu problem edir. Özünə xoş gəlmir, özü narahatdır, özü sıxışmır. Ona görə tərəfdarıyam ki, bəli, ya eyni, ya kişi tərəf daha ağır bassa yaxşıdır. Biz dedik axı təbiətlərin rol oynamağına mən istəyərəm, icazə verirəm. Bu kişi qadına aid deyil, hər kəsə aiddir, uşağa da. Uşaqla ümumiyyətlə mənim şəxs olaraq özümü ən seyif hiss etdiyim, ən xoşbəxt hiss etdiyim, dincəldiyim prioritetdə birinci uşaqlarla oynamaqdır. Uşaqlarla özdə belə deyə də tamamilə 3 yaşında, 4 yaşında uşaq kimi olursan da həmin vaxtı və çox əylənirəm, çox dincəlirəm, zövq alıram, refreşlənirəm. Hər kəsin daxilindəki xasiyyəti, xarakteri nədirsə, təbiəti, onun yaşamağına mən tərəfdarıyam. Bu səbəbdən sizin sualınızın cavabı, kişi təbiəti güclü olmağı sevdiyinə görə el olsa yaxşıdır. Yəni o da özünü daha rahat hiss eləyəcək. Gələcəkdə də problem yaranmayacaq. Kompleks eləyəcək. Kompleks eləyəcək. Onu deyəcək ki, mən qadına lazım deyiləm artıq, niyə burdayam? Narahat olacaq. Özdə bizdə təəssüf ki, bax mənim yəni də sancılı düşündüyüm yerlərdən biri budur, bir arkadaşımın. Təəssüf ki, bizdə kişilərin ələ ata çatmayanda iyi verir teması çox yayılıb. Yəni özünü narahat hiss eləyirsə sizin yanınızda, sizin adınıza söz çıxartmağa və ya sizi aşağılamağa da, sizi basmaq aşağı və manipulyasiya eləməyə və s. çalışırlar. Bunların sayı çoxdur. Vizyonlu, həqiqətən kültürlü, yaxşı niyyətli, yaxşı mən indi başa düşürəm ki, nəyə görə həmişə deyirdilər ki, yaxşı ailədən çıxıbsan. Yəni bizə o proqram kimi yüklənir. Yəni ana, ata mədəni olanda var başqaları da məsələn heç anası olmayan, atası olmayan, o qədər savadlı, kültürlü gənclər də var. Var əlbəttə. Nümunəvi ailədən çıxmaya da bilərəm mən, amma sonradan özünü yetişdirirsən, belələr də var. Amma həqiqətən də o
kültür məsələsi, vizyon məsələsi nədir? Bunun adını bilmirəm. Amma Ailə böyük rol oynayır. Nədən idol götürürsənsə özünə, nümunə götürürsənsə o rol oynayır. Bizdə kişilərdə bu şey çoxdur. Belə deyək, qadın əgər ondan güclüdürsə və ya qadın ona yox deyibsə, nəsə başlayacaq onun haqqında nələrsə eləməyə. Bu çoxdur belə şeylər. Bəli, sizinlə razıyam. Çox sağ olun Aysə xanım, nə yaxşı ki gəldiniz, dəvətimizi qəbul etdiniz. Həm Bakı Dizayn Akademiya haqqında çox məlumata sahib olduq. Adını eşidirdik, tanıyırdıq, amma indi qurucusunu da tanıdıq. İlini də bildik, neçənci ildə qurulub, necə qurulub onu da bildik. Əsas maraqlı bir hekayəsi varmış, onunla da tanış olduq. İzləyicilərimiz də tanış oldu deyə düşünürəm. Təşəkkürlər bir daha. Çox sağ olun. Təşəkkürlər dəvət üçün. Xoş oldu mənə də. Bizi izlədiyiniz üçün təşəkkürlər Protalks izləyiciləri. Rey yazmağı, abunə olmağı, şərhlərdə görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın.